Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı bacısı və qardaşı oğlanları ilə bağlı maraqlı sual ünvanlayıb. O, izləyicilərdən hansının ona daha çox oxşadığını soruşaraq fikirlərini bölüşməklərini istəyib. Canlı yayımda yaranan səmimi söhbət izləyicilərin marağına səbəb olub və görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Həmin görüntüləri təqdim edirik. Sen de görsünler. Hadi bakalım. Bacı oğlu da. Bir dənə yoxlayım. Çaşmağa. Nəqarətdən. Böyle bunu bilirsən. Yox, bilirəm, prosta məşq Başka şeyler eləməliyim. çaldı. Başka şeyler de çal. Başqa Şəfi, şeylər. Doktor Şəhriyar, gəlin bura sizdə. Gör hansı mənə daha çox oxşuyur. Biri qardaşım oldu, biri bacım oldu. Bu bacım oğludur, bu bacı oğludur, bu da qardaşı oğludur. Hansı daha çox? Yaxın durun, nədir? Hansı? İndi bunların qrup yoldaşlar zadlar baxacaqlar onlara. Hansı daha çox oxşuyur? Hə? Bacım oğlu, ikisi də. Mən daha çox deyirlər ki, qardaşım oğlu daha çox oxuyur, amma Azər də deyirlər daha çox oxşuyur. Hansı daha çox oxşuyur? Biraz başını aşağı gətirin. Hansı daha çox oxşuyur? Belə baxaq. Kim? Ağ köynəkli, bu. Azər, Azər, qardaş oğlu, Azər. Cavan oğlanlardır. Qəşəng subay qızlarımız. Gedin. Evləndirəcəm sizi axırda. Mən ümumiyyətlə bilirsiniz də, musiqi təhsilim yoxdur. Biz Şuşada oxuyanda mən musiqiyə gedirdim, saza gedirdim, saz məktəbinə, saz dərsinə gedirdim. Müharibədən sonra biz demək olar ki, musiqi məktəbi yox idi. Tərtərin Qaraqoyunlu kəndinə gəlmişik, heç dərs yox, müharibə, qırğın, qiyamət. 91-92-ci illərdir. Təsəvvür eləyin ki, bəs orada dərs, musiqi olacaq. Heç dərsi keçə bilmirdik. Təsəvvür edin, Qaraqoyun kəndində bir dənə məktəb vardı. O məktəbdə bir tərəfdə qaçqınlar gəlib yığışmışdı, bir tərəfdə məktəbin öz şagirdləri, bir tərəfdə ümumiyyətlə aləm dəymişdi, heyvanın içərisində saxlayırdılar. Belə də çox qarışıq bir mühitdə biz təhsil alırdıq, dərs keçirdik. O ki qalmış hələ bir musiqi təhsili olsun. Belə